Hüseyn adi olan kəs. Yəni İmam Hüseynə aid deyil ha, İmam Hüseyndən sonrakilərə. Ey Hüseyn adi olan kəs, bu nəsihətdir sənə. Bir dənə oradan yaxşı bilir. Ya ver, ya başqa saxla onu elə, belə deyəcəm. Ey Hüseyn adi olan kəs, bu nəsihətdir sənə. Bu ada layiq olar vaxtı, əmanətdir sənə. Edib Allah Hüseynin adını Peyğəmbərə vəh. Bu gözəl ad qoyulubdursa fəxarətdir sənə. Atovun başını daim uca tut hörmət ilə. Belə rəftar, belə əxlaq özü hörmətdir sənə. Elə varlıqdır ana, aləm ona heyrandır. Atdığı hər qədəmin öpsün ibadətdir sənə. Niyə? Səbəbi var ha, bunu deyirəm. Bu adı valideynlər sənə məxsus eləyib. Hüseyn eşqi ilə olan eşq məhəbbətdir sənə. Adın olsun Hüseyn, adın olsun Hüseyn, amma ki özün binamaz ol. Utan ölkür yerə, vallahi xəcalətdir sənə. Adın olsun Hüseyn, amma ki özün badəpərəs. Belə çirkin əmələr yanda məzəmmətdir sənə. Adın olsun Hüseyn, amma ki özün biədəb ol. Bu cəhənnəm alovundan bir işarətdir sənə. Adın olsun Hüseyn, amma ki özün əhli riya. Bu ki İslamda cəmiyyətdə fəsadətdir sənə. Yəni biabırçılıq daxıb. Adın olsun Hüseyn, amma ki özün Allahsız. Kim olar ruzi qiyamətdə zəmanət? Desənə. Ağamın adı gələndə yaşarır gözlərimiz. Sən də ağla, bu qiyamətdə şəfaətdir sənə. Buna bax, bak kulüminatsa var buradadır, bu 200 beyt var buradadır. O elə addır. Yəni burada varsa Hüseyn adında, yəni ümumiyyətlə Əhl-i Beyt adında olan adamlar varsa diqqət eləsin. O elə addır. Mələklər onu zikr etməlidir. Fəxr elə Həzrət Hüseynin adı qismətdir sənə. Bu hər adama qismət olmur. Aduvun hörmətinə bax. Buna bax. Aduvun hörmətinə bax. Onu Zəhra çağırıb. Hanım Zəhra ki çağırır. Yazsın. Gör adın məqamına bax ki onu xanım Zəhra çağırır. Aduvun hörmətinə bax. Onu Zəhra çağırır. Kimdir Zəhra? Bunu bildinsə kifayətdir sənə. Qıl namaz, tut orucu həddi buluq vaxtında. Yükləmə çiğni qəzalarına, nəziyyətdir sənə. Kərbəla məktəbinin mahiyyətin gər bilsən, görəcəksən ki bu rah hidayətdir sənə. Sən hidayət olacaqsan, olacaqsan şiyə. Məzhəbin düzdür, Hüseyn qanı dəlalətdir sənə. Ey Hüseyn, sağ olun, alqışlar da sizindir. Ey Hüseyn, tutsun əgər Həzrət Hüseynin yolunu, həm bu dünya, həm o dünyada səadətdir sənə.
Adın olsun ya Muhammed, ya Ali, ya da Həsən. Yəni, mən İmam Hüseynin adı ilə bağlamışam bunu, fərq eləmir yani. Elə Əhl-i Beytin hər bir adı. Adın olsun ya Muhammed, ya Ali, ya da Həsən. Bu adın mahiyyəti İslam'a dəvətdir sənə. Bu adı sənə valideynlərin qoyub ki, sən onların yolunu gedəsən. Sən də Allahı qoyub şeytana xidmət eləmə. Bu yolun axırı uçurumdur, zəlalətdir sənə. Həmin Allahdır ki, yoxdan yaradıb insanı. Bunu inkar eləyirsənsə cinayətdir sənə. Adi dünyada cinayət ki, cəzasız qalmır. Var elə bir cinayət, cəzasız qalsın, hələ dünyada. Bax, bir dənə buna qulaq as. Sən də Allahı qoyub şeytana xidmət eləmə. Bu yolun axırı uçurumdur, zəlalətdir sənə. Həmin Allahdır ki, yoxdan yaradıb insanı. Bunu inkar eləyirsənsə cinayətdir sənə. Adi dünyada cinayət ki, cəzasız qalmır. Belə öldünsə cəhənnəm əbədiyyətdir sənə. Əcəlin vaxtı yetişmib nə qədər tövbə elə. Nə qədər tez eləyərsənsə, nədir? Qənimətdir sənə. Nə qədər tez namaza gələrsən demə. Ay nə bilim bir dənə ev alım, sonra qılacam. Ay nə bilim bir dənə oğlum olsun, sonra qılacam. Ay nə bilim nəyim olsun, neyniyəcəm. Bunu at bu fikri kənara. Nə qədər tez eləyərsənsə qənimətdir sənə. Oxudun şeirimi dur Allahuva səcdə elə. Sınsın Allah qabağında əgər izzətdir sənə. Kim ki Allahı tapıb, hər şey vardır o kəsin. Kərbəla vaqiyyəsi mən bilən öccətdir sənə. Niyə?